ümid edirəm ki, Musa da o siyahıya qoşulacaq ki, əvvəldən tənqid olunsun və sonra tənqidlərdən dərs çıxardıb o dönüşü yarada bilsinlər. Amma yəni Musa Qurbanlı bugün onu da qəbul etmək lazımdır ki, heç kim bilərəkdən pis oynamaq istəməz. Heç kim istəməz ki, top itirsin. Məsələn, Musaya top gəldi, orada bir səndələdi, toparlaya bilmədi özünə. Əslində də çətin epizoddur. Ətrafında bir neçə Dinamo futbolçu vardı. Belə deyim də. Çox fürsət də düşmədi ayağına ki, Musa orada göstərə bilsin. Bəzi epizodlarda da 3-cü zonada əslində Musanın meydana daxil olması daha çox orada topu saxlamaq, pressing hesablanmış məqam idi. Bir neçə epizodda əslində bunu bacardı. Sadəcə gözləntilər daha çoxdur, başa düşürəm. Amma nəzərə alaq ki, Musa da zədədən qayıdandan sonra davamlı oynamaq şansı almır, daha çox ehtiyatdan oyuna qoşulur. Bir də hər oyunçunun öz potensialı var. Bunu yəni oyunçunun özünə bəlkə deyəndə pis ola bilər ki, yəni niyə belə bir müqayisə olunur, amma bunu məsələn izləyicilər, azarkeşlər artıq başa düşə bilərlər ki, daimi yeni oyunçu deyil də Musa, illərdir Azərbaycan Premyer Liqasında. Kamera duran olmayacaq da. Yəni Musadan heç vaxt elə bir oyunçu çıxmayacaq, olmayacaq. Bilmirəm, indi böyük danışmaq düz deyil. Elə oyunçu var ki, 30 yaşından sonra performans göstərir, amma o çox az olur da, yəni. İstisna da qaydanı dəyişir. Müəyyən bir yaşa qədər, 24-25 yaşa qədər oyunçu asılmadısa, o partlayışı göstərmədisə, ondan sonra dəyişmir. Yəni Musa Qurbanını bəlkə də azarkeşlər onu qəbul edərsələr ki, məsələn, Musanın çərçivələri bura qədərdir. Həm azarkeşlər üçün rahat olar ki, artıq böyük gözləntiləri qapılmazdır. Yəni bilmirəm, Musadan hər oyun 3 qol vurmaqmı gözlənilir, hər oyun mükəmməl oyundan 10 reytinq almaqmı gözlənilir. Yəni o səviyyədə deyil Musa. Qurban Qurbanov da bunu başa düşür. Başqa baş məşqçi olsaydı oğlunda daha çox israr eləyərdi. Qurban Qurbanov əksinə daha az şans verir Musa Qurbanıya və daim görürük ki, Qarabağ hücumsuz qaldığı vaxtlarda belə Musa Qurbanlı əsas heyət oyunçusu deyildi. Artıq 2 ildən çox müddətdir ki, Juninho gedəndən sonra Musa heyətdədir, amma əsas heyətdə oynamır. Nərman oynadı, sonra Duran gəldi, oynadı. Yəni Musanı Qurban Qurbanov da başa düşür ki, bu dəqiqə əsas heyətdə 90 dəqiqə çıxıb pressing eləyəcək, qol vuracaq bir oyunçu deyil və Qarabağın ehtiyatı oyunçusudur. Daha çox da Premyer Liqanın oyunları üçün saxlanılıb ki, Kəpəzlə, Şəfa ilə, Zirə ilə oyunlarda oyuna buraxılsın və ona görə də yəni qeyd edirəm ki, məncə Musadan böyük bir şey gözləmək əvəzinə yönəlmək lazımdır ki, Qarabağ mütləq şəkildə bir mərkəz hücumçusu, bir də mərkəz müdafiəçisi transferi olsun. Bugün Bəhlul zədəlidir, Bədavi Hüseynov pis təsir bağışlamır da bəlkə oyunlarda, amma bugün səhvlərini gördük. Kim qaranti verə bilər ki, Bədavi Hüseynov zədələnməyəcək? Yaşı da çoxdur, biraz kilo da var, ikili mübarizələrə girəndə zədələnmə ehtimalı da var. Deyək ki, məsələn, Bədavi zədələndi, Bəhlul yoxdur, Varkonyanı yaxşı seçdin, Silva oynasın, Makreski sağda oynasın. Qarabağ liqa mərhələsində vəsəyə qazanandan sonra 3 gündən bir həm Premyer Liqa, həm liqa mərhələsində daimi bu oyunçularla da oynamaq olmayacaq. Silva mərkəzdə çəkiləndə biz görürük ki, effekt itir cinahda. Silvanın bu oyun cinahda başlamağı gördük ki, nə qədər Qarabağın xeyrinə oldu və qol da elə Silvanın ötürməsindən gəldi. Yəni bunları nəzərə alaraq Qarabağ məncə düzdür, yaxşı transferlərlə başladı, transfer hərəkətli anlamında düzdür, oyunçular o qədər yaxşı çıxmadı, amma 6-7 oyunçu gətirdi, komanda cəlb elədi Qarabağ. Hətta Avrokubokları başlamamışdan artıq gətirmişdi, amma yenə də məncə stop eləməməlidir, dayanmamalıdır. Düzdür, Twente oyuna çatdırmasa belə liqa mərhələsinə çıxsa mütləq şəkildə 2 transfer lazımdır.